Herkese yeni vlogdan salamlar. Səhər oyandım. Uşaqlar isə hələ yatırdılar. Tahir isə yatırmı, dururmu belli deyil. Burada da yatsıdırıram, ancaq gözlərinə baxın, mənə baxır. Başa düşmürdüm. Oyaqdır yoxsa yatır. Daha sonra uşaqlar oyandılar. Onlara çay verdik, hazırlaşdıq və Rüyalı məktəbə icmaya apardıq. Özümüz isə poliklinikaya getdik. Bir neçə sənəd işlərimiz var idi. Onları həll edirdik. Poliklinikaya gəldik və 2 saatda sənəd işlərimizi həll etdik. Eve geldik ve ev moduma keçdim. Başladım yine həmişəki kimi iş görməyə, pişir düşür və s. Burada süt pişirəcəm, qatıq hazırlayacağım. Süt pişirərkən qazana bir nərbəki əlavə eləyin, tərs çevirib əlavə eləyin qazanın içinə. Süt qaynayır, bu zaman daşmır. Amma əlbəttə ki, bu demək deyil ki, bu cür qoyub saatlarla gedib hardasa oturasınız. Bunların hamısı boş söhbətdir. Sadəcə müəyyən vaxta qədər süt qaynayır, daşmır. Salat hazırlayacağım. Bunun üçün tərəvəzləri yuyub hazır qoyuram. Tahir həmişə kimi yanımdadır. Məni yanına çağırır, imkan vermir işimi görüm. İndi birazdan üstümə hücum çəkəcək. Gördüyünüz kimi eyni bu cür olur. Süt qaynayır, ancaq daşmır. Rüya qarşıda oturub televizora baxırdı. Dedim ki, gəl arxada uzan televizora bax, yaxından baxma. O da yastıqları gördüyünüz kimi düzüb arda-arda bütün hamısını televizorun yanına qədər güya indi uzaqda uzanıb baxır. O televizorda gördüğünüz ışıkların səbəbi isə əlbəttə ki, Rüyadır. Çünki uşaq vaxtı ona TV stendinin üzərindən başına aşırmışdı. Ondan sonra isə televizorun üstündə belə ışıqları yananda, lampoçkası yandı. Biz də ondan sonra TV stendi oyun yeri kimi istifadə etdik. Uşaqların oyuncaqlarını yığıram, üzərində oynayırlar. Burada gördüyünüz kimi aboyu da yeyiblər, cırıblar. Əlbəttə ki, ziyan verici həşəratlar. Hələ ki, meyvələrimi yemədiklərinə şükür eləyirəm. Mətbəxdə iş görürdüm, bir də gördüm ki, gülüş səslər gəlir və gəldim, gördüm ki, ana olmaq ilə dəli olmaq arasında çox incə bir çizgi var. Mən hal-hazırda o incə çizgidəyim. Neyse, mən gəldim yemək pişirməyə, yeməyimi hazırlayıram. Yemək pişirərkən hərdən elə hiss edirəm ki, sanki bir gün ancaq yemək pişirirəm. Yemək pişirməkdən başqa heç bir iş görmürəm. Hələ ki, o yeməyi pişirərkən yanıma balaca dostlarımız gəlirsə, o yemək pişirmək həqiqətən də səhərdən axşama qədər çəkir. Tahir yatdı, yarım saatlıq da olsa Rüyası hər zamanki kimi öz ampulasındadır. Tahir yatmışkən mən dedim gedim salatımı hazırlayayım. Burada salatı hazırladım və salat hazırlayarkən əlbəttə ki, bütün mətbəxi dağıtdım. Bilmirəm, mən iş görərkən çox sərgəli bir şəkildə iş görə bilmirəm. Hər yerdə 20 dənə boş qab yığılmalıdır. Günün sonuna gəldik. Royal gördüyünüz kimi putu qucaqlayaraq yatıbdı. Hər zamanki kimi putdan ayrıla bilmir. Tahir isə sizə son pozlarını verib daha sonra yatacaq. Hələlik.